14 günlük vətən müharibəsində qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda edən şəhid Elnur Rüstəmovun anım günü ilə bağlı Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə tədbir təşkil edilib. Gençağaz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlanılıb. İlk olaraq torpaqlarımızın azad edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə tədris işləri üzrə direktor müavini Nahid Fəracov, məktəbdən kənar və sinifdən xaric işləri üzrə təşkilatçı Ülviyə Şikrova, kimya laboratoriya müdürü Xuraman Qəmbərova, Uşaq Birliyi rəhbəri Rızalı Qənirə, şəhid Elnur Rüstəmovun həyat yoldaşı Sara Rüstəmova və övladları Elcan, Yunis, Adəm, şəhid polkovnik leytenant Mehman Qəmbərovun övladı Ceyhan, şəhid polkovnik leytenant Həmdən Ağayevin oğlu Ziya, Elnur Rüstəmovla çiyin-çiyinə döyüşən hərbiçi dostları, məktəbin müəllim kollektivi, Təranə Qəhrəmanova, Samirə Abdullayevə və şagird kollektivi iştirak ediblər. Elnur Rüstəmovun adını daşıyan 5C sinif otağında keçirilən mərasimdə həmin sinifin şagirdləri şəhidimizin doğum gününə həsr olunmuş şeirlər səsləndiriblər. Sonra söz şəhidimizin hərbiçi dostlarına verilib. Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov şəhid Elnur Rüstəmovla birlikdə keçirdikləri döyüş yolundan danışıb. Mir Hüseynov İqbal və İsmailov Malik isə şəhidimizin ruhunu hər zaman yanlarında olduğunu vurğulayıblar. Daha sonra söz məktəbdən kənar və sinifdən xaric işləri üzrə təşkilatçı Ülviyə Şükrovaya verilib. O çıxışında məktəbin rəhbərliyi, xüsusilə direktor Rəna Hüseynova başda olmaqla hər zaman şəhid və qazi övladlarına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Ülviyə Şükrova müəllimlərə və məktəbin kollektivinə təşəkkür edərək şagirdləri vətənpərvərlik ruhunda yetişdirməkdə göstərdikləri fədakarlığı yüksək qiymətləndirib. Daha sonra söz 5C sinifin rəhbəri Təranə Qəhrəmanovaya verilib. O çıxışında bildirib ki, hamımız şəhidimiz Elnur Rüstəmovun övladlarının yanındayıq və onun hər zaman dəstəyində olacağıq. Təranə Qəhrəmanova əlavə edib ki, şəhid övladları bizə əmanətdir və hər birimizin üzərinə düşən vəzifə onları təkcə məktəbdə deyil, həyatda da layiqli və güclü vətənpərvər insan kimi yetişdirməkdir. Sonra söz 4-cü sinifin rəhbəri vətən qızı Samirə Abdullayevaya verilib. O çıxışında bildirib ki, tarix yazan qəhrəmanlarımızı hər zaman yad etmək və onların fədakarlıqlarını qiymətləndirmək biz müəllimlərin ən müqəddəs borcudur. Samirə Abdullayeva əlavə edib ki, şəhid övladları bizə əmanətdir və onları qorumaq, gələcəyə sağlam və mənalı şəkildə hazırlamaq bizim üzərimizə düşən ən böyük məsuliyyətdir. O xüsusilə qeyd edib ki, Elnur Rüstəmovun övladı Adəm, həmçinin Mehman Qəmbərovun övladı Ceyhan kimi qəhrəmanların övladlarına dərs keçmək onun üçün böyük bir şərəf və qürur mənbəyidir. Tədbirin sonunda şəhid Elnur Rüstəmovun xatirəsinə həsr olunmuş xatirə şəkli çəkilib.